Bir daha salam müəllimlər. Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən mövzu 16 təbəqə metalın və ya məftilin düzəldilməsi. Bəli, burada bir təbəqə metalın necə yaranmasını xatırlayaq. Məftil nə idi məftil? Necə alındı məftil? Bax, onu bir xatırlayaq. Sonra keçid edək dərsimizə. Nazik təbəqə metalın qalınlığı nə qədər idi müəllimlər? 2 mm. Məftilin en kəsiyi necə idi? En kəsiyi dairə də ola bilirdi, kvadrat da ola bilirdi, üçbucaq da ola bilirdi. Bəs məftili almaq üçün hansı dəzgahlardan istifadə edirik? Prokat dəzgahından, bir də çəkici dəzgahdan. Prokat dəzgahından istifadə etməklə məftil valların arasında sıxıldı. Çəkici dəzgahda isə çəkmə üsulu ilə neynədir? Çəkərək, belə deyək, katankanın en kəsi, yəni diametri nə qədər idi? 5 mm-dən çox idi. Dedik ki, katankanı çəkərək, çəkmə üsulu ilə biz neynədik? Daha nazik məftil əldə etdik. Ümidvaram ki, özünüz üçün daha ətraflı danışmış olarsınız. Gəlin başlayaq mövzumuza. Düzəldilmə nədir müəllimlər? Təsəvvür edin, düzəldilmə nədir? Hər hansı bir əyri səthdir, belə deyək də, əyri səthdir. Biz o əyri səthi neynirik? Nəyinsə köməyi ilə düzləşdirməyə çalışırıq. Düzdür? Gəlin də bunu diqqətlə baxaq. Təbəqə metalın taxta və ya əlvan metaldan olan çəkic. Bizə alət nə lazım oldu? Çəkic. Hansı çəkic? Biz bunu əvvəlki mövzuda öyrənmişdik. Taxta və ya əlvan metaldan istifadə edilən çəkic. Və taxta tirciyin köməyi ilə. Taxta tircik. Tirciyi də öyrənmişdik ki, tirciyin ağacın özəyinin bir hissəsindən hazırlanırdı və tirdən kiçik idi. Ölçülərini qeyd edərsiniz. Taxta tirciyin köməyi ilə düzəltmə lövhəsi üzərində. Bəli, bax bu şəkildə gördüyümüz lövhədir. Bu lövhənin üzərində nədən istifadə etdik? Çəkicdən, bir də taxta tircikdən. İstifadə etməklə neynirik? Təbəqə metalı düzləşdiririk. Bax, bu cümlədə heç bir çətin bir şey yoxdur. Sadəcə diqqətlə baxmalıyıq ki, məqamları tuta bilək. Bizə hansı alətlər lazım oldu? Taxta və ya əlvan metaldan olan çəkic, bir də taxta tircik. Bəli, düzəltmə lövhə üzərində hansı ki, əyri məmulatın hazırlanmasıdır. Düzəldilmə. Metal təbəqəni düzəltmə lövhəsinin üzərinə qoyuruq. Bəli, düzəltmə lövhəsi və bu da bizim əyri təbəqədir. Qoyduq. Əlcək mütləq şəkildə. Əlcək və ya əllik yeyirik. Sol əlimizlə tuturuq. Bax, əli də qeyd edirəm burada müəllimlər. Diqqətli olun. Sol əlimizlə tuturuq. Sağ əllə neynirik? Çəkic zərbələri vururuq. Sol əllə təbəqə metalı tuturuq, sağ əllə çəkic zərbələri vururuq. Bax, burada ardıcıllıq istəyəcək. Bunu mən niyə tək-tək izah edirəm? Ardıcıllığı diqqətlə özümüz üçün qeyd apara bilərik. Təbəqə metal qabarıq hissələri üstü olmaqla. Təbii ki, biz nəyi döyəcləyirik? Qabarıq hissələri döyəcləyirik də, düzdür? Qabarıq hissələr üstü olmaqla yerləşdirilir. Təbəqənin kənarından qabarıq hissənin mərkəzinə doğru döyəcləyirik. Kənardan mərkəzə doğru döyəcləyirik və əyri səthi neynirik? Düzləşdiririk. Gəlin bir də təkrarlayaq. Deməli, metal təbəqəni neynədir? Düzəltmə lövhənin üzərinə qoyduq. Düzdür? Əlcək və ya əllik mütləq şəkildə geyib, sol əlimizlə əyri təbəqəni tuturuq. Bəli, sol əllə tutduq. Sağ əllə isə çəkic zərbələri vururuq. Çəkic zərbələri necə vururuq müəllimlər? Baxın,
kənarından mərkəzinə doğru vuraraq düzləşdiririk, döyəcləyirik. Nazik, yumşaq təbəqələr adətən taxta çəkiclə döyəclənir. Bax, bu da bir qeyd olsun sizin üçün. Yumşaq təbəqələr nə ilə döyəclənir? Taxta çəkiclə və yaxud da tirci ilə. Niyə metalla vurmuruq? Bu zaten yumşaq metaldır da, yumşaq təbəqədir. Biz bunu həm nazikdə, həm də yumşaqda ya zədələnəcək, ya da çəkiclə vururuq, sonra izləri səliqəsiz formada qalacaq. Yəni zədələyəcək. Ona görə də yazıq nə idi? Nazik, yumşaq təbəqələr adətən taxta çəkiclə döyəclənir və ya taxta tirci ilə hamarlanır. Bəli, burada şəkillərə baxsaq, taxta çəkic, bir də tirci ilə bu formada hazırlanır. Növbəti slaydımıza keçid edək. Bizim bu slaydda öyrəndiyimiz nazik təbəqənin, nazik metal təbəqənin və yaxud da ki, düzəldilmənin nə olduğunu bildik. İndi isə nazik, yumşaq məftil necə düzəltmək olar müəllimlər? Gəlin ona diqqətlə baxaq. Söhbət məftildən gedir. Taxtaya cərgə ilə vurulmuş bir neçə mismarın arasından keçirib çəkməklə. Baxın, mismarlar vurulub, o mismarların arasından əyri məftili çəkməklə düzəldə bilərik. Sonra məncənədə sıxılmış tirciklər, baxın, 2 tircik var. Biz bunları məncənədə birləşdirmişik. O tirciklərin arasından əyri məftili çəkməklə. Silindrik sağanaq nə idi? Tərtibat idi, yoxsa alət idi? Bəli, sağanaq tərtibat idi. Gəlin şəklinə də baxaq burada. Bəli, sağanaqlar tərtibat idi. Əymə tərtibatları var, bir də sağanaqlar var. Bəli, silindrik sağanağın çevrəsi boyu dartmaqla. Silindrik sağanağın çevrəsi boyu dartmaqla, baxın, dartır, 2,50 dartır ki, əyri hissəni düzəldə bilsin. Bəli, həqiqətən bu çox yaxşı effekt verir. Deməli, biz nəyi hal-hazırda düzləşdirməyə çalışdıq? Nazik, yumşaq məftili. Nazik, yumşaq məftili. 3 üsulla mismarların arasından çəkməklə, tirciklərin arasından çəkməklə, sağanaq boyu dartmaqla düzəldə bildik. Bəs qalın məftil necə düzəldilir? Qalın məftili düzəltmə lövhəsinin üzərinə, baxın, bu düzəltmə lövhəsidir. Bu da bizim məftilimizdə əyri məftildir. Çəkiclə döyəcləməklə, bəli, çəkicdən istifadə edirik. Bir də yastağız kəlbətinlə sıxmaqla, hansı ki, əyri hissəsini kəlbətinlə sıxırıq, düzəldə bilirik. Bir də diqqətlə baxaq müəllimlər, nazik, yumşaq məftili necə düzəltdik? Mismarların arasından çəkdik, tirciklərin arasından çəkdik, bir də sağanağın çevrəsi boyu dartdıq. Bəs qalın məftili nə düzəltdik? Çəkiclə, bir də yastağız kəlbətinlə. Bəli, kəlbətinlə sıxmaqla. Çəkiclə döyəcləyirik, kəlbətinlə sıxırıq. Yaxşı, biz bunu düzəltdik. İndi gəlin bunun keyfiyyətini yoxlayaq. Görək, düzəldə bilmişikmi, yoxsa yox. Düzəldilmənin keyfiyyətini düzəltmə lövhəsi üzərində, bəli, lövhəmiz buradadır. Düzəltmə lövhəsi üzərindəki metal təbəqənin və ya məftilin səthinə xətkeşin tilini qoyuruq. Bəli, bunu biz evdə özümüz də və yaxud da şagirdlər üçün məktəbdə yoxlaya bilərik. Əyri səthin üzərinə xətkeşi qoymaqla qabarıq aralıqlardan, baxın, qabarıq aralıq buradır da, buradan işıqlar sızacaq və biz biləcəyik ki, əyridir, yoxsa düzdür. Bizim hansı ki, düzəltdiyimiz lövhə və yaxud da ki, məftil. Fikrimizi bir də ümumiləşdirsək, düzəldilmənin keyfiyyətini düzəltmə lövhəsi üzərindəki metal təbəqənin və ya məftilin səthinə xətkeşin tilini qoyub, qabarıq aralıqlardan sızan işıq zolağın ölçüsünə görə yoxlayırlar. Bəli, işıq zolağının ölçüsünə görə yoxladıq. Bəli, əməlli başlı burada əyridir. Yəni, heç də düzəldə bilməmişik. Belə çıxır. Düzəldilmənin keyfiyyətini yoxlamaq üçün bizə nə lazım oldu? Düzəltmə lövhəsi lazım oldu.
xəttkeş lazım oldu. Xəttkeşin əsasən tili. Bir də əyri məftil və yaxud da düzəltdiyimiz məftil. Düzəldilmədən sonra pəstahın üzərində hazırlanacaq məmulatın konturları nişanlanır. Düzəltmişik, sonra məmulatın konturlarını nişanlayırıq. Nişanlama nə ilə aparıla bilər? Nişanlama cız çəkən, pərcar, kerner, metal xəttkeş və ya bucaqlıq. Gəlin şəkildə baxaq burada alətlərdə. Nişanlamanı nə ilə apardıq müəllimlər? Bucaqlıq lazım oldu mu bizə? Bəli, bucaqlıq bizə lazım oldu. Kerner lazım oldu mu? Kerner, bəli, bax, nişanlamada kernerdən istifadə etdik. Cız çəkən lazım oldu mu? Bəli, lazım oldu. Daha sonra bucaqlığı dedik, xəttkeş, pərcar. Bax, bunlar bizə nişanlama üçün lazım olacaq. Xəttkeş, bucaqlıq, pərcar, cız çəkən, kerner. Bunlar bizə nişanlama üçün lazım olacaq. Döymə üçün bizə nə lazım olacaq? Taxta tirci, çəkic, taxta çəkiclər. Metal çəkic, bir də taxta çəkiclər lazım olacaq. Eyni zamanda bizə kəlbətin də lazım oldu. Hansı ki, qalın məftili biz neynədik? Qalın məftili döyəcləyərək, düzəltmə lövhəsi üzərində döyəcləyərək düzəltdik və yaxud da ki, kəlbətinlə. Bu kəlbətin hansı kəlbətin oldu müəllimlər? Bax, burada da fikir verək, yastağız kəlbətin. Ola bilsin ki, kəlbətinin belə deyək də, yastağız olaraq verməsin testdə. Kəsici kəlbətin versin. Bəli, biz yastağız kəlbətinlə sıxmaqla neynədik, düzəltdik. Belə müəllimlər, gəlin təhlükəsizlik qaydalarına baxaq. Təhlükəsizlik qaydaları əllərinizi metal təbəqələrin və məftillərin iti kənarları ilə zədələnmədən qoruyun. Bəli, iti kənarlardan neynirik? Əllərimizi qoruyuruq. Gözlərinizi məftilin iti ucları ilə zədələnmədən qoruyun. Deməli, əllərimizi qoruyacaq, bir də gözlərimizi qoruyacaq. Nədən? İti uclardan, iti kənarlardan. Yalnız əllik, əlcək və bir də eynəklə işləyin. Əllik, əlcəyi biz gördük ki, düzəltmədə mütləq şəkildə sol əlimizdə istifadə etməliyik. Amma gözlərimizi iti uclardan qorumaq üçün eynəkdən istifadə edə bilərik. Barmaqlarınızı çəkic və ya taxta çəkicin zərbələrindən qoruyun. Bəli, barmaqlarımızı da qorumalıyıq. Barmaqlarımız, dırnaqlarımız zədələnməsin. Belə müəllimlər, gəlin qaydalara bir də sonuncu dəfə baxaq. Deməli, nəyi gözlədik, nəyi qoruduq? Əllərimizi nədən qoruduq? Metal təbəqələrin və məftilin iti kənarından. Gözlərimizi də həmçinin məftilin iti uclarından qorumalıyıq. Yalnız nə istifadə etməliyik? Əlcək, əllik, bir də eynək. Barmaqlarımızı nədən qoruyuruq? Taxta çəkicdən və ya metal çəkicin zərbəsindən qorumalıyıq. Belə, iş qaydaları, təhlükəsizlik iş qaydaları da bunlar idi. Ümidvaram ki, qaranlıq qalan məqam olmadı.